Yaxşı, bu la ilahe illallah Muhammed Rasulullah nə deməkdir? Və əslində dediyimiz kimi bu la ilahe illallah Muhammed Rasulullah əslində bizim üçün bu kəlmələrlə biz haqla batılı ayıra bilərik. Hər bir məsələdə. La ilahe illallah şəhadətin birinci qismi. Yəni haqq ilah yalnız Allahdır. Və o deməkdir ki, Allah subhanahu wa ta'ala hər bir ibadəti qəbul etmək üçün mütləq bu ibadət nə olmalıdır? Allah üçün. Ola bilsin, sən ibadət gözəl eləyəsən. Gözəl şəkildə, hədislərə əsasən. Və lakin sən bu ibadəti Allah üçün xalis eləmirsən. Yəni gözünü görsədirsən kiməsə. İstər namaz olsun, istər sədəqə olsun, verirsən sədəqəni. Və lakin belə eləyirsən ki, görsünlər. Riya eləyirsən, özünü görsədirsən. Ona görə Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur: "Və mə umiru illə liya'budullah muxlisina lehu'd-din hunafa." Onlar əmr olundular. Nəyə? Yəni bütün peyğəmbərlər, insanlar kimin yanına peyğəmbərlər gəlirdilər? Tək Allaha ibadət etmək. Muxlisina lehu'd-din, yəni ixlasla. Ona görə ixlas ən əsas şərtdir hər əməldə. Ən əsas şərtdir. Ona görə Allah Subhanahu taala Quran-ı Kərim neçə yerdə ibadətə əmr eləyəndə tövhidi qeyd edilir. Tək Allaha. Va'budullaha və la tuşriku bihi şey. Tək Allaha ibadət edin, ona şərik qoşma. Və çox biz bunu qulaq asanda deyirik ki, Allaha şərik qoşma. Dərhal qeyrisini ibadət eləmək fikirləşirik. Və deyirik ki, elhamdülillah biz şirkdən uzaq. Yox, bu səhvdir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Əxfafu ma əxafu aleykum əş-şirkul əsğar." Ən çox qorxduğum sizin üçün kiçik şirkdir. Gizli şirkdir. Böyük şirkdən qorxmuram ki, siz düşərsiniz. Müsəlmanlar ümumən tövhid əhli. Lakin kiçik şirkdən qorxuram ən çox. Görün Peyğəmbər sallallahu kimə deyir bunu? Sahabələrinə. Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələr üçün qorxur. Bizim halımız bəs necədir? Soruşdular, ya Rasulullah, nədir o kiçik şirk? Deyir ki, ər-riya, yəni riya, özünü görsətmək, özünü görsətmək. Hətta sələflərdən gələrdi ki, imamlardan, onlar deyərdilər ki, ixlasdan çətin ibadət görmədik. Ona görə onu balaca ibadət kimi baxma. Deyir, ixlasdan çətin ibadət görmədik.